Salam. Uşağıma aldığım baxım məhsullarından danışmaq istəyirəm. Hardan aldığımı və qiymətini qeyd eləyəcəm. Başladıq birinci sevimli favorim Biodermadan. Biodermanın məhsullarından özüm çox istifadə eləmişəm, amma ilk dəfədir ki, biri bebiş üçün olandan istifadə edirəm. Hardasa ikinci aydan sonra istifadə eləməyi düşünürəm. İkinci Biodermanın Atoderm serisindən Krem Ultra, bundan istifadə eləməyi düşünürəm masajda falan, hər şeydə. Uşaq yağı almamışam, hələ ki fikirləşirəm. Bu ikilini sevəcəyimi ümid eləyirəm. Sudokrem artıq uşaq bişməcəsi istifadə olunur. Mustella'nın bu pişik önləyici kremi isə bişməcənin qarşısını almaq üçün istifadə olunur. Uşaq təmizləmə məhsulları. Bunu Rossmanndan almışam. Yaş salfetka əvəzinə yuyub, belə deyim, isladıb istifadə edirsən. Bu isə Trendyoldan sifariş vermişdim və o sifarişin üstündə hədiyyə olaraq gəlibdi. Uşaq altı açma bezi. Bunu da Rossmanndan almışam. Hətta ağzını açmışam. 10 dənəlidir. Ağzını niyə açmışam? Göstərmək üçün. Həm də baxmaq üçün. Özümə də maraqlıdır. Belə bir tərəfi klyonka, bir tərəfi isə belə pambıq olan alt açma bezidir. Çox şirindir. Burun aspiratoru manual olandan 10 yedək uçlu və ucları da yumuşaqdır bu firmanın. Saxlama qabı ilə bir yerdə, 10 yedək ucuna bir yerdə göndərir. Üstündə o bayaqki pambığı da göndərirdi. Eyni zamanda üstündə serum fiziolojiki də göndərir. Həmin dəstin içində bunları göndəriblər. Bu dırnaq tutandır. Bu vitamin qaşığıdır. Şpris formasında ucu qaşıq kimidir. Eyni zamanda üstündə termometr hədiyyə göndəriblər. Bilmirəm nə dərəcədə yaxşıdır, istifadə edib görəcəyik. Və qulaq çöpü. Qulaq çöpünün də yarısı tökülmüşdü karqonun içinə. Nəysə, belə. Bunlar hamısı bunun üstündə hədiyyədir. Özümün məsləhətlərə qulaq asaraq aldığım isə bu dırnaq tutandır. Çünki bu hissəsinə görə almışam əslində. Hamı bunu önərirdi. Yanında belə yenə bir dənə kusaçka hədiyyə. Rossmanndan aldığım belə uşaq çimizdirmək üçün olan belə maçalka. Material çox qəşəngdir. Belə bu qədər, ümid edirəm yararlı olmuşdur.